Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün ağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Əziz, sevimli doğma müəllimlərimiz, əziz, sevimli sinif uşaqlarımız, hər birinizi xoş gördük. Qərbi Azərbaycan, Göyçə mahalı, Basarkeçər rayon Nərmanlı kəndinin 1979-cu ildə hazırlıq sinifinə, 1980-ci ildə birinci sinifə gedən sinif uşaqları sizlərin görüşünüzə gəlmişdir. Bu 37 il ərzində bizim qazandıqlarımız da olub, itirdiklərimiz də olub. Bugünkü görüş bizim üçün həm kədərlidir, həm də sevinclidir. Sevinclidir ona görə ki, biz yenidən doğma müəllimlərimizlə bir yerdəyik. Sinif uşaqlarımızla, əziz sinif uşaqlarımızla bir yerdəyik. 37 ildən sonra bir yerə toplaşmağı bacardıq. Bu 37 il ərzində qazandıqlarımız çox olub. Məktəbi qurtarmışıq, hərəmiz öz həyat yolumuzu seçmişik, ali təhsil alanlar alıb, almayanlar peşə fəaliyyətində məşğul olub. Hamımız demək olar ki, ailə qurmuşuq, övladlarımız var. Artıq bütün əldə elədiyimiz bu nailiyyətlərlə yanaşı, bu görüş eyni zamanda ona görə kədərlidir. Deyirik ki, bu illər ərzində itirdiklərimiz də olub. Bizə dərs deyən doğma müəllimlərimizi itirmişik. Onların ruhu şad olsun. Eyni zamanda bizim sinif uşaqlarımızdan vətən yolunda şəhid olanlarımız oldu. Bu günlərim kədərli olaraq dünyasını dəyişən müəllimlərimizin anırıq. İnanıram ki, onların ruhu şaddır. Şəhidlərimizin, veteran sinif uşaqlarımızın, sonradan dünyasını dəyişən sinif uşaqlarımızın ruhları şaddır. Bilirsiniz ki, bu 37 il ərzində bəzən görüşə də bilmişik ayrı-ayrı tədbirlərdə. Ancaq bu 37 il ərzində bir-birimizi görmədiyimiz müəllimlərimiz və sinif uşaqlarımız olub. 1988-ci il deportasiyasından sonra
hərəmiz Azərbaycanın ayrı-ayrı rayonlarına, şəhərlərinə, kəndlərinə pənah gətirdik. Bir çoxlarımız müxtəlif məktəblərdə oxuduq. Bugünkü görüşü doğma Azərbaycanımızın istənilən məktəbinin sinif otaqlarında keçirə bilərdik. Ancaq bizim üçün doğma olan, əsarətdə olan, erməni vəhşiliyi altında əsarətdə qalan doğma Nərmanlı məktəbimizə qayıtmaq ümidi ilə biz Qaçqın məktəbi kimi açıq havada müəllimlərimizlə, sizlərlə görüşək, sizlərə bir 37 il ərzində bir hesabatımızı verək. Nərmanlı kənd orta məktəbinin xüsusi bir yeri, xüsusi bir qəlbimizdə əhəmiyyəti var. Uşaq olanda danışır Nərmanlı kənd orta məktəbinin radio qovşağı. Bu səslər hələ də bizim qulağımızdadır. O səslərlə orta məktəbdə oxuyan şagirdlərin nizam intizamı, davamiyyəti və dərsə münasibəti, imtahanda aldığı qiymətlər elan olunardı. Valideynlər hərəsi ayrı-ayrı iş yerlərində işləməkdən asılı olaraq həmin məktəbin radio qovşağının səsini eşidər, kimin övladı daha yüksək nəticələr göstərirdisə, o valideynlər qürur hissi keçirərdi. Kimlər zəif nəticə göstərərdi, bəzən valideynlər utanardı. Biz sinif uşaqları valideynlərimizin utanmamaq üçün çalışardıq ki, həm nizam intizama, həm də dərslərimizə yüksək dərəcədə önəm verək, dərslərimizə vaxtı-vaxtında hazır olaq. Müəllimlərimizdən heç vaxt bu gün dərsə niyə hazır deyilsən sözünü qəbul etməyək. 88-ci ildən sonra doğma torpaqlara qayıdış üçün bütün Qərbi Azərbaycanlılar, Azərbaycan vətəndaşları kimi Qərbi Azərbaycandan gələn gənclər də müharibəyə getdi. O torpaqları azad edib, yenidən doğma yurdlarımıza qayıtmaq üçün. Çox təəssüflər olsun ki, 90-cı illərdə biz bu missiyanı yerinə yetirə bilmədik. Nəhayət 2020-ci ildə Müzəffər Ali Başkomandan əsgər və zabitlərimizin sayəsində Müzəffər ordumuzun, yenilməz ordumuzun, cəsur əsgər və zabitlərimiz sayəsində biz Qarabağda öz suverenliyimizi bərpa elədik. Elə həmin gündən doğma torpaqlarımıza, o cümlədən Göyçə Mahalın, Basarkeçər rayonunun Nərmanlı kəndinə qayıtmaq arzusu, hissi yenidən qəlbimizdə alovlandı. Mütəmadi olaraq Qərbi Azərbaycan kəndlərinin və eyni zamanda Nərmanlı kənd orta məktəbinin ayrı-ayrı sinifləri görüşlər keçirilib. Sinif uşaqları bir-biri ilə görüşüblər. Ancaq biz qərara aldıq ki, biz müəllimlərimizlə görüşək. Bu 37 il ərzində əldə etdiyimiz, qazandıqlarımız haqqında sizlərə bir məlumat verək və sizin də öz ürək sözlərinizi dinləyək. Bu 37 il ərzində dünyasını dəyişən müəllimlərimizin, dünyasını dəyişən valideynlərimizin, dünyasını dəyişən sinif uşaqlarımızın, cəmi şəhidlərimizin, dünyasını dəyişən doğmalarımızın, qürbətdə vətən həsrəti ilə gözünü yuman hər bir insanlarımızın xatirəsini bir dəqiqalıq sükutla yad eləyək. Əziz müəllimlərimiz, icazənizlə sinif uşaqlarımızın adıyla gül dəstələrini sizlərə təqdim eləmək istəyirik. Əziz müəllimlərimiz, icazənizlə oğlanlardan xahiş eləmək istəyirəm ki, bura yaxınlaşsınlar. Hər kəs öz yanında əyləşdiyi parta yoldaşına bu gülləri təqdim eləsin. Mən birinci olaraq Gülgün xanıma bunu təqdim eləyirəm. Çox sağ olun. Mən İbrahimov Şirazi Rüstəmoğlu 1988-ci il deportasiyasından sonra
Orta təhsilimi kimya biologiya təmayülli Bakı şəhərində 5 nömrəli Respublika İnternat məktəbində davam etdirdim. Azərbaycan Tibb Universitetinə qəbul oldum. Tibb Universitetini bitirdikdən sonra uzun zaman hərbi həkim kimi fəaliyyət göstərdim. Hərbi xidmətdən təxris olunduqdan sonra öz iş fəaliyyətimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim və eyni zamanda Qulaq burun boğaz xəstəlikləri kafedrasının müəllimi kimi davam etdirirəm. Ailəliyəm, 3 övladım var. Böyük övladım, oğlum İqtisadiyyat Universitetini bitirib. Böyük qızım Azərbaycan Tibb Universitetini bitirib. Kiçik qızım orta məktəbdə şagirddir. Ümid eləyirəm, biz doğma müəllimlərimizlə növbəti görüşümüzü doğma Nərmanlı kəndində keçirəcəyik. Bu arzu ilə də yaşayırıq. Mən Gülgün Mübariz qızı Quliyeva, deməli ömrümün ən gözəl, ən saf uşaqlıq illərini bugünkü burada yığışdığım dostlarımla bir yerdə keçirmişəm. Bəlkə də o zamandan məni 40 il ayırır. Çox nailiyyətlərə imza atmışam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, eyni zamanda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunuyam. Hazırda Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosentiyəm. Ailəliyəm, 3 evladım var. Böyük evladım bu il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini qurtardı. Qızım Bakı Dövlət Universitetinin 1-ci kursunu başa vurdu. Balaca oğlum isə 6-cı sinifdə oxuyur. Baxmayaraq ki, bayaq qeyd elədiyim kimi həyatda çox şeylərə nail olmuşam. Çox uğurlara imza atmışam, amma bugün bu uşaqlarla bir yerdə olmaq mənim üçün bəlkə də ən dəyərli, ən qiymətli həyatımın bir anı olaraq daxil olacaqdır. Çünki uzaq illərimin, keçmişimin, saf uşaqlığımın xatirələrini yaşayıram bu günlərim. Zəhməti keçənlərə, xüsusilə də Şirazə həkimə öz təşəkkürümü bildirirəm. Mən Qurbanov Şahlar Kamranoğlu. 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq bütün bu sinif yoldaşlarımızdan və müəllimlərimizdən ayrı düşdük. Azərbaycanın bu uşaqlar müxtəlif bölgələrində məskunlaşdılar. Kimisi Bakı şəhərində, kimisi regionlarda. Amma buna baxmayaraq bütün Nərmanlı kənd orta məktəbinin 88-ci ildə məzunları olmuş uşaqlarımız hamısı Azərbaycan Respublikasında dövlətə, dövlətçiliyə sədaqətlə öz xidmətləri olubdur və hal-hazırda da Respublikamızda öz yerlərini tutmuşlar. Mən demək 1990-cı ildə Tərtər rayon Bəyəmsarov kənd orta məktəbini bitirərək Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam, fərqləmə diplomu ilə bitirmişəm, sülh məramlı da hərbi xidmətdə olmuşam. 1-ci dərəcəli dövlət qulluqçusuyam, müxtəlif vəzifələrdə işləmişəm, hal-hazırda iş adamıyam. 3 övladım var, hər üçü orta məktəbdə oxuyur. Mən Şamxal Əsgəroğlu Məmmədov 1973-cü il may ayının 8-də Basakesar rayon Nərman kəndində olmuşam. Nərman kəndin məktəbinin 8-ci sinifini oxumuşam. 80-ci illərdə məlum hadisələrlə qədər köçürmüş Azərbaycan Respublikasına. 90-cı ildə orta məktəbi bitirmişəm. Tibb Universitetinin stomatologiya fakültəsində daxil olmuşam. 97-ci ildə silahlı qüvvələrdə tibb xidməti polkovnik kimi xidmət eləmişəm. 3 sənə cərrahiyyə bölməsinin rəisi olmuşam. Hal-hazırda özəl fəaliyyət göstərirəm. Medikal klinikasının 3 sənə cərrahiyyəm. Evliyəm, 2 övladım var. Biri Bakı Dövlət Universitetinin doktoranturudur, digəri isə Bakı Dövlət Universitetinin 2-ci kursunu təhsil alır. Mən də çox şadam. 35 ildən sonra nəhayət ki, öz müəllimlərimizlə və sinif uşaqlarla görüşdüm. Mən Nadirova Ramidə Hacı qızı 1973-cü ildə Nərmanlı kəndində anadan olmuşam. 88-ci ildə oradan deportasiya olunmuşuq, Gəncə şəhərində yaşamışıq. Ailəliyəm, 3 evladım var. Böyük oğlum universitetdə oxuyub, Xarkov şəhərində. İkinci oğlum oxumuyub. Qızım isə hal-hazırda magistrda təhsil alır. Mən Qasımov Eldar Əkbərcanoğlu 1973-cü ildə mart ayının 19-da Basakesər rayonunun Nərmanlı kəndində anadan olmuşam. 1980-ci ildə 1-ci sinifə getmişim. 88-ci ildə deportasiya olunmuşuq. Göygöl rayonunun Şəhriyar kəndində oxumuşam. Orta məktəb orada bitirmişəm. Sonra əsgərliyə getmişəm orada. 5 il əsgərlikdə mən döyüşlərdə olmuşam. 3 evladım var. Böyük oğlum
Polis Akademiyasında oxuyub qutarıb, hal-hazırda işləyir dövlət orqanında. İkinci qızım da Gəncə Dövlət Universitetini qutarıb, hal-hazırda o da dövlət işində işləyir. Üçüncü qızım da yenə həmçinin o da dövlət işində işləyir. Bugün də çox şad oldum, çox sevindim. Bu sinif yoldaşlarımı gördüm, müəllimlərimi gördüm. Mən Ramazanova Zəkiyə, Şəmil qızı. 73-cü ildə Nərmanlıda anadan olmuşam. 88-ci ildə gəlmişik. Gəncədə olurdu. 3 evladım var. Mən Həmzəyev Daşqın Paşoğlu. 1973-cü ildə Nərmanlı kəndində anadan olmuşam. 1988-ci ildə deportasiya olmuşuq Gəncə şəhərində. Gəncə şəhərində 10 nömrəli məktəb bitirmişəm. Sonra 90-dan 95-ə kimi hərbi xidmətdə olmuşam. Ailəliyəm, 3 evladım var. Bugünkü görüşə də çox sevindik. Mən Verdiyeva Afaq Musa qızı, Nərmanlı kəndində 1973-cü ildə anadan olmuşam. 80-cı ildə məktəbə getmişik, 1-ci sinifə. 88-ci ildə qaçqın düşüb Bakıya gəlmişik. Ondan sonra təhsili davam eləmədim, dərzilik oxumuşam. 3 evladım var, ailəliyəm. Üçü də universiteti qutarıb. Biri dizaynerdir, biri İdman İnstitutunu qutarıb, biri də ingilis dili müəlliməsidir. 37 ildən sonra təşkil edənlərə Allah sağlam ömür versin, sağlam can versin. Müəllimələrimizə də böyük təşəkkür edirəm ki, gəldilər, bizi yalnız qoymadılar, tək qoymadılar. Həyəcanlanırdım gələndə, amma çox sevinirəm. Elə bil orta məktəbdəki hissləri keçirdirəm. Mən Qarayev Qaraəl Qaroğlu, 1974-cü ildən Nərmanlı kəndində anadan olmuşam. 80-ci ildə 1-ci sinifə getmişəm, 83-də biz köçmüşük Yevlağa. Orta təhsilimi Yevlaqda davam elətdirmişəm. Hal-hazırda Bakıda yaşayıram, 2 evladım var. Qızım universitet qutarıb, dövlət qulluqçusudur. Oğlum Türkiyədə hal-hazırda oxuyur. Mən Yusufova Şirin Yusuf qızı, Basarkəsər rayonunun Nərmanlı kəndində anadan olmuşam. Mən Abbasova Aqil Ələmdaroğlu, 1973-cü ildə Basarkəsər rayonunun Nərmanlı kəndində anadan olmuşam. Bugünkü sinif yoldaşlarımızın görüşü çox xoş oldu mənim üçün. Mən Yusufova Günlarə Hidayət qızı, 1973-cü ildə Basarkəsər rayonunun Nərmanlı kəndində anadan olmuşam. 88-də qaçqın düşüb Azərbaycana gəlmişik. 3 evladım var. Oğlum fizika müəllimidir. Biri yerüstü nəqliyyat mühəndisliyini oxuyub. Qızım da hal-hazırda oxuyur. Mən Abbasov Rüfət, 1973-cü ildə Basarkəsər rayon Nərmanlı kəndində anadan olmuşam. 3 evladım var. 3 nəvəm var. Allah hamısına qismət eləsin. Özüm Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Uzun müddət dövlət qulluğunda dövlət işində çalışmışam. Hal-hazırda Azpetrol şirkətində işləyirəm. Bugünkü gün demək olar o hissləri, o həyəcanı mən belə deyim də ifadə eləmək mümkün deyil. O kəndin o 80-ci illərin o gözəl kəndin o hissləri, o kənddə olduğum günləri bugünkü gün bu sinif yoldaşlarım mənə yaşatdı. Mən Qəhrəmanova Aliyə, 1973-cü ildə anadan olmuşam. Orta təhsilliyəm, 2 evladım var, bir oğlum, bir qızım var. Özüm hal-hazırda Nərmanov rayonunda yüksək statik sayılı bağçada işləyirəm. Evlatlarım ali təhsillidir. Bunu təşkil edənlərə minnətdarlığımı bilirəm. Çox sağ olsunlar ki, bizi bir araya yığıblar. Mən bugün şadam ki, bugün sinif yoldaşlarımızı gördüm, bacı qardaşlarımızı gördüm, müəllimələrimizi gördüm. Çox sevindim. Mən Musayev Akif İbadoğlu, 1973-cü ildə Basarkəsər rayonunun Nərmanlı kəndində anadan olmuşam. 1988-ci ildə qaçqın düşüb gəlmiş Şəmkir rayonuna. Şəmkir rayonundan mən Azərbaycanın ilk əsgəri olmuşam 1991-ci ildə. 1-ci Qarabağ müharibəsinin iştirakçısıyam. Özüm hərbiçiyəm, ehtiyatlı olan hərbiçiyəm, pensiya çıxmışam. 2 övladım var. Övladım ikisi də ali təhsillidir. Oğlum hərbidə işləyir, hərbiçidir. Bugün də sinif yoldaşlarımızı yığılmağına, təşkil edənə hamısına təşəkkür edirəm. Müəllimlərimizə təşəkkür edirəm ki, bizi sahib gəliblər. Çox gözəl hisslər keçirdirəm ki,
uşaqlıq günlərimizi yada sallıq. Mən İsmailova Zəminə Bilman qızı 1973-cü ildə Nərmanlı kəndində anadan olmuşam. 1988-də qaçqın düşmüşük, Gəncə şəhərinə gəlmişik. Gəncə şəhərindən 90-cı ildə Bakıya ailə qurmuşam, orta təhsilliyəm. 2 evladım var, 3 nəvəm var. Bugünkü gündə çox şadam ki, sinif uşaqlarımı görürəm. Hətta mən gördüyüm yuxuları bu neçə il ərzində ancaq Nərmanlıda görürəm. Bugün gözəl bir gündür. Bugün biz 37 il bundan əvvəl ayrı düşmüş sinif yoldaşlarımız və müəllimlərimizlə görüşmüşük. Bu görüş bizdə çox ülvi hisslər yaradır və mən ilk növbədə bu görüşü təşkil elədiyinə görə bizim kəndimizin dəyərli həkimi Şirazi həkimə öz təşəkkürümü bildirirəm. Mən Məmmədov Polad Rasimoğlu 1973-cü ildə Göyçə mahalının Nərmanlı kəndində anadan olmuşam. 1980-ci ildə Nərmanlı kənd orta məktəbinin 1-ci sinifinə getmişəm. 1988-ci ildə Qərbi Azərbaycanlıların deportasiyası ilə əlaqədar olaraq orta təhsilimi Bakı şəhərinin 36 nömrəli məktəbində davam etdirmişəm. 1990-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuşam. Bakı Dövlət Universitetində ali təhsil aldıqdan sonra təhsilimi yenə də Bakı Dövlət Universitetində aspiranturada və doktoranturada davam etdirmişəm. Hal-hazırda Bakı Dövlət Universitetində müəllim işləyirəm, ailəliyəm, 3 evladım var. Evladlarım hamısı ali təhsillidir. Mən Rüstəmov Emin Valihoğlu. 1988-ci ildə kimi Nərmanlı kənd orta məktəbində oxumuşam. 88-ci ildən sonra Bakıda 5 nömrəli kimya biologiya məktəbində təmayül liseyində təhsil almışam. 92-ci ildə 1-ci Qarabağ müharibəsində 4 il 8 ay 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. 96-cı ildə gələndən sonra Rusiya Federasiyasının Kazan şəhərində yaşamışam. Orada kiçik bizneslə məşğul olmuşam. 2018-də gəlmişəm Azərbaycana, Bakıya, Bakı şəhərində məskunlaşmışam. Hal-hazırda Sokar Polimer Zavodunda direktorun köməkçisi və Alfa-Kem şirkətində direktorun köməkçisi vəzifəsində çalışıram. 3 övladım var. Böyük qızım Mühəndis İnşaat Universitetində dizayner fakültəsini bu il bitirir. Kiçik qızım İqtisad Universitetində oxuyur. 3-cü oğlum da inşallah bu il hazırlaşır instituta girməyə. Mən çox şad oldum ki, bugün görüş təşkil elədilər. Təşəbbüslərin hamısına minnətdarlıq edirəm. Mən Yusifova Amaliya Muxtar qızı Basakeçər rayonunun Zod kəndində anadan doğulmuşam. Sonra ailə həyatı ilə Nərmanlıda ailə həyatı qurmuşam. 79-cu ildən dərs demişəm. Bu Dağlıq Qarabağ hadisəsinə əlaqədar olaraq köçkün düşmüşük. Özümün 4 övladım var. Böyük qızım İndi Gəncə Dövlət Universitetində işləyir, müdafiə elədi, fəlsəfə doktorudur. Ondan kiçik qızım Bakı İnşaat Mimarlıq İnstitutunda baş müəllimdir. Sonra isə oğlum hal-hazırda İqtisadiyyat Nazirliyində Əmlak Komitəsində şöbə müdürüdür. Ondan kiçik oğlum isə hal-hazırda indi həkimdir. Avropa Beynəlxalq Xəstəxanasında baş həkim işləyir. Bu görüşü də Şirazi həkim təşkil eləyib. Müəllimlərlə tələbələrini görüşdürdüyünə görə Şirazi həkimə çox böyük təşəkkürlər eləyirəm, minnətdaram. Mən Xəlilova Rəna Musa qızı Şamxor rayonunda anadan olmuşam. Orada məktəbi, orta məktəbi qutarıb, instituta qəbul olmuşam. Sonra ailə həyatı qurmuşam, Göyçəyə köçüb gəlmişəm. Göyçədə də müəllim işləmişəm. Yarı orada, yarı Xanlara köçmüşəm. Cəmi mənim müəllimlik işim 45 il olubdu. Özüm də daha pensiyaçıyam. Bu işi təşkil eləməkdə Şiraziyə çox minnətdaram. Bizi elə bil neçə il əvvəllərə qaytardı. Çox şadam.
görmədiklərimi gördüm. Yaşımla əlaqədar bir şeir demək istəyirəm. Bahar gəzdim, yay dalınca yüyürdüm. Birdən gəldim, qışa çatdım ay ellər. Nə uşağam, nə qocayam, nə cavan. Bir gülməli yaşa çatdım ay ellər. Yar inciyib yoldaş yandan ötəndə, qərib oldum, təkcə qaldım vətəndə. Tay tuşlarım gül çiçəkdə itəndə, mən üzü üstə daşa çatdım ay ellər. Sücayətəm, qəmdə yuva salmışam. Bu dünyadan bir belə pay almışam. Kərəm kimi yanmaq üçün qalmışam. Ömür üçün başa çatdım ay ellər. Mən Nəcəfova Sahibə Şiraslan qızı Basarkeçər rayonunun, Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qaraqoyunlu kəndində anadan olmuşam. İlk pedaqoji fəaliyyətimə Nərmanlı kəndində başlamışam. 5 il həmin kənddə müəllim işlədim. Mənim ilk yetirmələrim sizlərsiniz. Sizlərə mən uzun ömür, can sağlığı arzulayıram. Həyat məktəbində, həyat dərsində, həyatınızda, ailənizdə sizə ailə səadət, xoşbəxtliklər arzulayıram. Sizi həm özünüzü, həm sevdiklərinizə, həmişə həyatda can sağlığı arzulayıram. Mənim o 40 illik müəllimlik fəaliyyəti 5 ili Nərmanlıda, 35 ili Tərtər rayonunun Bəyimsarov kəndində keçib, 32 ili. Bu müddət ərzində nə qədər ki mənim şagirdlərim olub, hamısının nailiyyətləri ilə mən fərəh duymuşam. Bir ana öz balasının nailiyyətinə necə sevinəm? Mən hər bir şagirdimin nailiyyətini eşidəndə, istəyirsiniz təhsil sahəsində, istəyirsiniz qeyri təhsil sahəsində həmişə sevinç göz yaşları tökmüşəm. Birdən deyərsiniz ki, müəllimə məcazi mənada deyir, xeyr, həqiqətən ürəklə deyirəm. Ona görə ki, mənim özüm ömür boyu zəhmətkeş ailədə zəhmətlə oxuyan, həmişə təhsil üçün can atan bir insan olmuşam. Ona görə də mən həm təhsildə, həm qeyri-təhsil sahələrində zəhmətkeş insanları həmişə sevmişəm. Həmişə də onlara rəğbət duyuram, rəğbət bəsləyirəm. 2 övladım var, iki oğlum hüquq mühafizə orqanlarında çalışır. Qızım Cəmşid Naxçıvanski adına liseydə riyaziyyat müəlliməsidir. Siz mənim üçün həmin o Nərmanlıda olan gül balalarsınız. Allah sizi saxlasın. Sizi mən elə sevirəm, sizi mən elə qucaqlayıram. Əziz müəllimlərimiz, əziz sinif uşaqları, mən bütün sinif uşaqlarımızın adından bir daha Amalya müəllimə, Rəna müəllimə, Sahibə müəllimə, sizlərin hər birinizə təşəkkür edirik. Və burada iştirak eləməyən sinif uşaqlarımızın adlarını çəkmək istəyirəm. Onlar da öz salamlarını, gəlib bizlərlə görüşdüyünüz üçün sizlərə öz təşəkkürlərini bildirirlər. Hikmət Nəsibov, xatırlayırsınızsa Abdullah oğlu. Elə oldu ki, dünən, sırağa gün təcili olaraq Moskvaya gedəsi oldu, işlə əlaqədar olaraq. Ona görə də çox üzrxahlıq elədi ki, onun da təşəkkürlərini sizlərə çatdıraq və öz sevgisini bütün sinif uşaqlarımıza çatdıraq. Azədə xanımla Gülurba xanım üzürlü səbəbdən iştirak edə bilmədilər. Onlar da xahiş elədilər ki, təşəkkürlərimizi siz müəllimlərimizə çatdıraq və öz sevgilərimizi sinif uşaqlarımıza çatdıraq. Və bir daha mən bütün sinif uşaqlarımız adından və mən xahiş eləyəcəm, hamınızdan bir yerdə müəllimlərimizə təşəkkür eləyək. Uzaq yol gələn, siz təsəvvür eləyin, Amalya xanım Gəncədən gəlib. Rəna xanım Xanlar, Göygöl şəhərindən gəlib. Sahibə xanım Tərtərdə idi, sırf bu görüş üçün. Bizim müəllimlərimiz hər üçü sırf bu görüş üçün dilbər güşələrimizdən, ayrı-ayrı rayonlarımızdan, şəhərlərimizdən gəliblər. Biz sizlərə təşəkkür edirik və dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət diləyirik. Sağ qalan müəllimlərimizi sizin simanızda salamlayırıq. Bir ağızdan bir daha müəllimlərimizə təşəkkür edirik. Var olasınız. Əziz müəllimlərimiz, əziz sinif uşaqlarımız, bu günlərim doğrudan da
çox yadda qalan bir anları yaşadıq. Bizim sinif uşaqlarımızdan bilirsiniz ki, Rabil Balayev Əskəroğlu şəhidlik zirvəsinə ucaldı. 1-ci Qarabağ müharibəsində, döyüşlərdə qəhrəmancasına vətən yolunda ömrünü fəda elədi. Şəhidlik zirvəsinə ucaldı. Onunla bərabər eyni zamanda 1-ci Qarabağ döyüşündə ləyaqətlə döyüşən, qəhrəmanlıq nümunələri göstərən Yasin Davudoğlu Qarayev təxris olunduqdan sonra Birinci Qarabağ müharibəsi veteranı kimi sonradan dünyasını dəyişdi. Bugünkü görüşümüzdə mən inanıram ki, onların ruhları da bu görüşü duydu. Rabil rəhmətliyində, Yasin rəhmətliyində ruhları bu görüşümüzü duydu. Mən bütün sinif uşaqlarımız və müəllimlərimiz adından onlara Allahdan rəhmət diləyirəm. Məkanları cənnət, ruhları şad olsun. İnanıram ki, biz Qarabağı azad etməklə, müstəqil suverenliyimizi bərpa etməklə onların ruhlarını şad eləmişik. Bütün cəmi şəhidlərimizin ruhları bir daha o vaxtı yenə şad olacaq ki, biz doğma Qərbi Azərbaycanımızı, Göyçəmizi, Basar keçərimizi, doğma Nərmanlımızı düşmən əsarətindən azad eləyəcəyik. Düşmən tapdağında, əsarətdə qalan bizim yurt yerimiz, el-obamız, ziyarətgahlarımız, qəbirstanlıqlarımız, dədə-babalarımızın məzarı kimi orta məktəbimizi də əsirlikdən azad eləyəcəyik və belə görüşləri orada bizim doğma müəllimlərimizlə keçirdəcəyik. Allah o gündən bizə qismət eləsin, nəsib eləsin. Bir daha hamınıza təşəkkür edirik. Sağ olasınız. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan
dilləri ömrümün ən şirin duyğulu qayğısız günləri hər anı bir ömrə bərabər seyirli günləri ən təmiz arzulu günləri